Ağac emal edən maşınlar, təhlükəsizlik. Birinci hissə, ümumi tələblər. Standartın tətbiq sahəsi. Bu sənəd, istehsalatda fasiləsiz istifadə olunan ağac emal edən maşınlarla bağlı təhlükəsizlik tələblərdir. Həmçinin onların istismarı, sazlanması, texniki xidməti, daşınması, yığılması, sökülməsi, sıradan çıxarılması və utilizasiyası zamanı yaranan risklərin azaldılması üçün nəzərdə tutulan tədbirləri müəyyən edir. Standartın əhəmiyyəti. Standartın əhəmiyyəti ondan ibarətdir ki, ağac emalı maşınlarının layihələndirilməsi və istehsalı zamanı təhlükəsizlik risklərinin sistemli şəkildə müəyyənləşdirilməsini və azaldılmasını təmin edir. İstehsalçılar və istifadəçilər üçün vahid və aydın texniki təhlükəsizlik tələbləri yaradır. Həmçinin konkret maşın növləri üzrə təhlükəsizlik səviyyəsinin yüksəldilməsinə və istehsalat qəzalarının qarşısının alınmasına xidmət edir. Standart Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən qəbul edilib. Hörmətli işə götürənlər, əməyin mühafizəsi ilə bağlı standartların tətbiqi, iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına xidmət edir. Fəaliyyətinizi bu standartların tələblərinə uyğun qurmağınız tövsiyə olunur.